Yəqin ki, bir çoxunuz üzvü kimyada hər bir sinifin homoloji sıra əmələ gətirdiyini bilirsiniz. Bu homoloji sıradakı birləşmələr özündən sonra gələn birləşmədən CH2 qədər fərqlənəcəkdir. Həmin bu fərqə homoloji fərq deyiləcəkdir. Gəlin birlikdə homoloji fərqi bilməklə nəyi asan yolla edə bilərik, onlara baxaq. Biz homoloji fərqi bilməklə homoloji sıralardakı nisbi molekul kütləsini müəyyən edə bilərik. Homoloji fərqimiz CH2 idi, elə deyilmi? CH2-nin kütləsini gəlin müəyyən edək, 14 qramdır. Yəni hər bir sinifdə homoloji sırasında bir birləşmə digər birləşmədən 14 qram fərqlənəcəkdir. Yəni hər birləşmədə ardıcıl olaraq 14 qram artacaqdır. Məsələn, alkanlar sinifinə baxaq. Alkanlar sinifində metan, etan, propan, butan gəlir, elə deyilmi? Metan kütləsi 16-dır, etanın kütləsi 30-dur və görürsünüz ki, arasında fərq 14 qramdır. Etandan sonra propan gələcək. Propan kütləsi 44 qramdır və etanla propan arasında 14 qram fərq vardır. Yəni getdikcə homoloji sıra aşağı düşdükcə 14 qram qədər artacaq. Biz homoloji fərqi bilməklə rabitə yaramada istifadə edilən hibrid və qeyri-hibrid orbitalların sayını müəyyən edə bilərik. Gəlin CH2-yə baxaq. CH2-də bir dənə karbon 2 dənə hidrogendən təşkil olunmuşdur. Bir dənə karbon burada ətrafında pirapit olmadığından sp3 hibridləşmə vəziyyətinə malikdir və sp3 olduğundan 4 dənə burada, yəni S və 3 dənə P-dən təşkil olunan 4 dənə hibrid orbitaldan təşkil olunmuşdur. Karbona isə 2 dənə hidrogen birləşdiyindən, hidrogenlər də qeyri-hibrid orbital əmələ gətirdiyindən 2 dənə də qeyri-hibrid orbitalımız vardır. Yəni sinifdən asılı olmayaraq hər bir deməli homoloji sıradakı birləşmələr, yəni bir birləşmə özündən sonra gələn birləşmədən 2 dənə qeyri-hibrid, 4 dənə də hibrid orbital qədər fərqlənəcəkdir. Biz homoloji fərqi bilməklə karbon atomlarının oksitləşmə dərəcələrinin cəbri-cəmini müəyyən edə bilərik. Metilin qrupunda hidrogenlər müsbət olduğundan karbon burada -2 oksitləşmə dərəcəsi göstərəcəkdir. Və homoloji sırada hər bir birləşmə özündən sonra gələn birləşmədəki karbon atomlarının oksitləşmə dərəcələrinin cəbri-cəmi 2 vahid qədər azalacaqdır. Homoloji fərqi bilməklə biz yanmaya sərf edən oksigenin miqdarını müəyyən edə bilərik. Gəlin metilini skematik olaraq yandıraq. Metilin skematik olaraq yandırıldıqda 1,5 mol burada oksigen sərf ediləcəkdir. Homoloji sırada birləşmənin 1 molun yanmasına sərf edilən oksigenin mol miqdarı ondan əvvəlki birləşmənin yanmasına sərf edilən oksigenin mol miqdarından 1,5 mol daha çox olacaqdır. Belə izahların gəlməsini istəyirsənsə səhifəmi izləməyi unutma. Hələlik.